Qarabağın UEFA Çempionlar Liqasının play-off mərhələsindəki rəqibi müəyyənləşib Köhnə Naxtar bu turda İngiltərənin Newcastle komandası ilə qarşılaşacaq. Evdəki play-off mərhələsinin oyunları fevralın 17-18-i, 22 və 24-25-də keçiriləcək. Qeyd edək ki, Qarabağ Liverpoola Enfielddə, yəni İngiltərədə belə deyək də biabırsa, amma Qarabağ Liverpool müqayisəsi tapanında normal hesabla 6-0 məğlub oldu. Amma onu nəzərə almaq lazımdır ki, Chelsea az qala Bakıda məğlub eləyəcəkdi, qələbə qazanacaqdı və 2-2 bərabər qaldıq. Newcastle-da Chelsea-dən bir baş zəif komandadır. Liverpool-la heç müqayisə oynaya bilməz. Amma bu aralar Newcastle güclüdür. İstər İngiltərə Premier Liqasında, istərsə də Avropada, yəni qol vurur, oynayır və play-offa yüksəlib məhsuldar futbol göstərir və faydalı imşəmsalı klubun çox yüksəkdir, reytingi də artır hər həftə, hər oyunla. Amma Qarabağ Newcastle-ı qarşılayıb keçsə bilər, yaxud baş ağrısı ola bilər. Qarabağ zəif vaxtlarında Atletik Madridi 2 oyun heç-ə qalıb, hətta ikinci oyun 10 nəfər heç-ə qalıb, qrupda saxlayan klubdur. Ona görə də inamımızı azaltmayan oyuncular da özünə inansın, daşıması və öz 11-liyinə etimad bəsləməlidir. Bunun üçün isə çox çalışmaq lazımdır.